Salam əziz şagirdlər. Demək, teoremi isbat eləyək. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hipotenuza çəkilmiş hündürlük üçbucağı özünə oxşar iki üçbucağa ayırır. Demək, burada CD hündürlükdür. Bucaqları işarələyək. Məsələn, buraya yazıram alfa, düzdürmü? Bu hissə olacaq 90 çıx alfa. Çünki düzbucaqlı üçbucaqdır. İti bucaqların cəmi 90 dərəcə. Bura 90-dır. Bir iti bucaq alfa olanda digər iti bucaq 90 çıx alfa olacaq. İndi bu bir üçbucağa baxaq. Bura yenə alfadırsa, bura 90 çıx alfadır. Biraz yaxşı görünmür. Bir dəqiqə. Belə yazaq. Demək, bir bucaq alfadırsa, digər bucaq 90 çıx alfadır, düzdürmü? Yəni, bir bucaq 90 çıx alfadırsa, digər bucaq alfadır. Bu düzbucaqlı üçbucaqda da yazıram alfa. 90 çıx alfanı beta ilə işarələyək, işimiz rahat olsun. Baxın, yazıram üçbucaq ABC. ABC oxşar üçbucaqları buradan tapaq. Bütün hamısını hələ yazmadım. A bucağında nə var? Alfa var. B bucağında yazmışam beta. C bucağında da yazmışıq. C bucağında neçə dərəcə? 90 dərəcədir. Bax indi. Demək, buna oxşar üçbucaqların bucaqları bu cür düzülməlidir. Uyğunluq qorunmalıdır burada. Alfa, beta 90 dərəcə. Alfa, beta 90 dərəcə. İndi baxıram ACD üçbucağına. ACD üçbucağına. Alfa bucağı A bucağında alfadır. Deməli, alfa A bucağındadır. Beta və ACD üçbucağına baxın. Bax, bu üçbucaq beta. C bucağındadır. 90 dərəcə hansıdır burada? 90 dərəcə D bucağındadır. Uyğunluq qorunur. İndi bu birisinə baxaq. Baxıram bu üçbucağa. Bu üçbucağa. Burada alfa C nöqtəsindədir. Daha doğrusu. Bayaq alfa. Beta B nöqtəsindədir. Yəni B bucağındadır. 90 dərəcədə gəldi, yəni D-yə. Demək, bu üçbucaqlar oldu oxşar. Məsələn, biz burada üçbucaq ABC oxşardır. Məsələn, ACD üçbucağını bilirik ki, məsələn, CD adı oxuya bilərik. Bu üçbucaqdır. Məsələn, CD adı oxuya bilərik bunu. Nə bilsin? DC adı oxuya bilərik. DAC də oxuya bilərik. Hərflərin yerini dəyişə bilərik. Amma ABC ilə CDA burada oxşar ola bilməz. Niyə? Niyə görə? A bucağı bayaq yazdığımız kimi bucaqlar alfadır, B bucağında betadır, C'də 90 dərəcədir. İndi baxıram CDA üçbucağına. CDA C bucağında beta yazılıb. Yuxarıda beta yazılıb. D bucağında 90 dərəcədir. A bucağında isə alfa yazılıb. Və alfa, beta 90, beta 90, alfa. Ya bunlar oxşar olmaz. Gərək uyğun bucaqlar bərabər olar. Uyğun bucaqlar bərabər olanda, o üçbucaqlar olur nə? Oxşar. Ona görə biz bunu yazanda üçbucaq ABC oxşardır yazırıq. Üçbucaq ACD-yə. Çünki alfa, beta 90. Bucaqların uyğunluğu nə olmalıdır? Qorunmalıdır. Demək, burada olur ki, üçbucaqlar bucaq,
Bu üçbucağın oxşarlığı bucaq-bucaq əlamətinə görə isbat olundu. Bucaq-bucaq əlamətinə görə bu üçbucaqlar oxşardır. İsbat olundu. Burada bucaq-bucaq əlaməti deyəndə burada 2 dənə bucaq sözü gedir. Əlavə edeyim burada. Ay, çaşdım. 2 dənə bucağı bunların bərabərdirsə, 3-cü bucağa ehtiyac qalmır. 3-ünün cəmi onsuz da 180 dərəcə daxil. 2 dənə bucaqları bərabərdir deyə bu üç bucaqların oxşarlığı isbat olundu. Əssalam. Deməli, müsbət A və B ədədlərinin həndəsi ortası A bölü x bərabərdir x bölünsün B-nin bərabər, yəni bu bərabərliyi ödəyən müsbət x ədədinə deyilir. Və buradan x vurulsun x tənasül kimi həll edəcək bunu. A vur B olur. X kvadratı bərabər olur A vur B-yə. Aydın ki, x də bərabər kökətdə AB-yə. Normalda məsələn, belli onda x bərabər müsbət mənfi kökdə AB veririk. Həndəsi ortada isə müsbəti götürürük. İndi burada nə olur? Düz bucaq təpəsindən çəkilən hündürlük var. Çəkək bunu yenə bu üç bucağı. D, C, A, B. Düz bucaq təpəsindən çəkilən hipotenuza çəkilən hündürlük hipotenuzu ayırdığı parçalar arasında həndəsi ortadır. İndi bura bir dənə M yazım, buna N yazım. Burada H yazım. Buradan H bərabər nəyə? Kökətdə M vur N-ə. İndi bunu bu formada. İndi orada böyük hərflərlə verib. Biz də bunu böyük hərflərlə yazaq, izah edək. Diqqət edin. Bayaq yuxarıda bu ACD ilə BCD üçbucağın oxşarlığını qeyd etmişdik, izah etmişdik. Baxın bura. AC bölünsün, yəni üçbucaqlar oxşarsa tərəflərin nisbəti oxşar olaraq, uyğun tərəflərin nisbəti bir-birinə bərabər olaraq. Bax, AC böl BC, yəni CB yazdıq bura, düzdür? Bərabər AD böl CD, uyğunluq qorunur. AD böl CD yazdıq. O da bərabərdir CD bölünsün BD, onu da yazmışıq, düzdür? İndi bunu həll edək biz. Diqqət edin bura. Tənasüb kimi CD-ni CD-yə vurdum. CD vur CD bərabər CD kvadrat. AD-ni də vurdum BD-yə. Buradan da alınır ki, CD bərabər nəyə? Kökətdə AD vurulsun BD-yə. Əssalam. CD-nin yerinə H yazanda AD ilə BD-nin yerinə M yazanda daha rahat olur. Nəticə 2 də həmincə. Bu nəticə 1 idi. Nəticə 2 də həmin qaydada. Bunu silim. Deməli, yuxarıda üçbucaq A, B, C oxşardır üçbucaq ACD-ni isbat etmişdik. İndi baxın burada. AB böl AC bərabərdir BC böl CD. Birinci AC böl bir dəqiqə. O da bərabər AC böl AD. Biz burada bunlarla işləyək. Ortadakını nəzərə almayaq. AC vurulsun AC bərabər olur nəyə? AB vurulsun AD-yə. Buradan AC kvadratı bərabər AB vur. AD olur. AC də bərabər olur. Kökətdə AB vurulsun AD-yə. Nəticə 3-ə baxaq. Nəticə 2-nin daha doğrusu digər hissəsinə. Bax, burada isə üçbucaq
ABC ilə üçbucaq CBD-nin oxşarlığından alınır. Burada da yine tərəflərin nisbətini düzəldibsiz. Bu tərəfə, bu tərəfə. Bu sizin tapşırığınız olacaq. Bunu özünüz həll edin. Yaxşı, da istiqaməti verdim. İndi üçbucaqlara aid ümumi düzbucaqlı üçbucağa aid burada alınan düsturları sizin üçün yazdırım. Balaca hərflərlə. Bu olsun hündürlük, bura olsun A. Bura olsun B. Buranı N də verə bilər və ya belə verə bilər. A proyeksiya, B proyeksiya. Yəni A katetinin hipotenuz üzərinə, yəni hipotenuz üzərinə proyeksiyası A proyeksiya olur, yəni bu hissə. B katetinin də hipotenuz üzərində proyeksiyası bu hissə olur. İndi baxaq düsturlara. Bilirik ki, A kvadrat üstəgəl B kvadrat bərabər C kvadrat. Bu düstur, bunu çoxunuz bilirsiniz sözsüz. Yəqin ki, bilərsiniz. A-nın kvadratı bərabər A proyeksiya vur C. Və ya A kvadratı bərabərdir M vurulsun C. Belə də verə bilir. A kvadratı bərabər M vurulsun C-nin yerinə M üstəgəl N də verə bilir. Biz bunu bir cür yazaq geçsin. Bu yəqin ki, aydındır sizə. Düsturları bir cür yazaq geçsin. Bunları silirəm. İzah üçün yazdım. Qısa düsturları yazaq. A kvadratı bərabər M vurulsun C. B kvadratı eyni zamanda bərabər N vurulsun C. B kvadratı bərabər proyeksiyası vurulsun C. Sonra H kvadratı bərabər M vur N. İndi bunları kvadratsız yazsa yazar A bərabər yazar. Kök adda M vur C. B bərabər kök adda N vur C. H bərabər kök adda M vur N. Belə də yaza bilər. Sonra hündürlüyün başqa bir düsturu. H bərabər A vurulsun B bölünsün C. Belə bir düsturu var. Bir dənə də düstur yazdıraq sizə. 1 böl H kvadrat bərabər 1 böl A kvadrat üstəgəl 1 böl B kvadrat. Bu düstura sizə məsələlərin həllində lazım olar. İndi keçirik nəyə? Çalışma nömrə 1-ə. Birinci. Aşağıdakı ədədlər üçün həndəsi ortanı tapın. Öz salam. Kök adda 9 vur 16. İkinci. Kök adda 4 vur 9. Üçüncü. Kök adda 12 vur 48. 9-dan kök 3 çıxır, 16-dan 4 çıxır, eləyir 12. 4-dən kök 2 çıxır, 9-dan kök 3 çıxır, eləyir 6. 12 vur 48-də 8-i 12 vur 4 kimi yazıram. Bu olur 12-nin kvadratı. Bu da olur 4. 4 də 2-nin kvadratıdır da. Ayrı-ayrı kökdə yazaram bunları. Kvadrat kökü aparır. Qalır 12 vur 2, o da eləyir 24. Belə. Qalanını da siz yazarsınız. 4-cü, 5-ci. Cavabı da rəydə qeyd edin. Belə. Demək, çalışma nömrə 2-ni bayaq nəticələrin izahını verməklə ispat etdim. Çalışma nömrə 2-ni oradan götürə bilərsiniz. Nəticə 1-i etdim. Nəticə 2-nin də birinci hissəsinin izahını verdim. İkinci hissəsində üçbucaq ABC ilə CBD-nin oxşarlığının izahını verdim, tamamlamadım. Onu sizə tapşırdım. Onu siz yazacaqsınız. İndi nömrə 3-ü yazaq. Birinci. Çalışma nömrə 3-ə baxın.
Dikkat edin. Bakın bura. Bayaq burada düsturlar keçdim sizə bax. A bərabər kökdə m vur c, b bərabər m vur c. Bu çalışmada o buranı r verib buranı s verir. Həmin düsturlar. Biz də bunu nəyə əsasən aldıq bayaq? Bax bunlara əsasən. Bax burada izah etmişik. Biz AC bərabər AB vur AD düzdür? Bax AC bərabər kökətdə AB vur AD. Bax AC bir dəqiqə. AC bərabər bax bu bərabər kökətdə AB vurulsun AD. Da bir də bunu isbat eləyəndə indi bayaq almışıq. Bax oradan. İndi bura bax A bərabər C vurulsun R. İndi R'in yerində bayaq M idi. M vurulsun C veya C vurulsun M. Hamısı oradan alır. İndi qaydaq. Buradan bilirik ki H vurulsun H, H kvadratı bərabər nə olmalıdır? R vur S olmalıdır, düzdür mü? R vur S. Demək burada oldu S. R vur S. Sonra A kvadrat nəyə bərabər olmalıdır? Dikkat edin. A kvadrat bərabər olmalıdır nəyə? Baxın bura. M vurulsun C'ye. Qaydıram geriyə. A kvadratı bərabər bunun kvadratı bərabər R vurulsun C'ye. İndi burada R vurulsun C ilə avrat da budur da yerini dəyişdirim. R vur C bərabər A kvadrat. Burada B kvadrat nəyə bərabərdir? Bunun kvadratı bərabər nəyə? B'nin kvadratı bərabər, yəni B vurulsun B bərabər S vurulsun C'yə. Yenə H kvadratı bərabər, 5-ciyə baxaq. H vurulsun H. H kvadratı bərabər R vur S, burada demişik də biz. R vur S, H'ın kvadratına bərabərdir. 6-cını da yazaq. X bölünsün B bərabər S bölünsün B, X bölü X. B kvadratı bərabər, bayaq dedik ki, yəni B vurulsun B bərabər S vurulsun C'yə. Bunu tapdıq. İndi verilənlərə görə X'i tapın deyir. İndi bu çalışma 4'ü bu düsturlar əsasında həll edir. Düsturları yenidən yazdım. Nömrə 4'ün birincisine baxaq. Baxın. Bu düstur əsasını işləyəcəyik. Yəni H kvadrat bərabər R var S düzdür. R'in yerində X dayanır, S'in yerində 4, H'in yerində 6. Demək 6'nın kvadratı bərabər X vurulsun 4'ə. Buradan 4x bərabər 36'ya. X bərabər 36'nı bölürəm 4'ü nə eləyir? 9. İkinciyə baxın. 50'dən 40 çıxıram, bura eləyir 10. Bu hissələrdə 10. Deməli, x kvadrat nəyə bərabərdir? 10 vur 40. Bunu hansı düstura əsasən? Bax, yəni, h kvadrat bərabər r vur s və ya h bərabər kökdə r vur s. Buna gəl x-i kökdə yazmasan, x yazanda kök adda olur. O da bərabər kök adda 400. 400'den kök çıxır neçə? 20. Məsələn, baxaq üçüncüyə. Baxın, bu üçüncünün hansı düsturdan həll edəcəm? Bax, diqqət edin. Bax, bu düsturdan. A bərabər kökdə r vur s.
R'in yerinde bu dayanır. S'in yerinde bu dayanır. X de A'nın yerinde dayanır. Deməli, A bərabər kökətdə R vur S, düzdür? Mən ümumiyyətlə həmişə əsasən belə yazıram. A kvadratı bərabər R vur S-ni yazıram. Axırda kök tətbiq edirəm. Nəsə R vur S deyirəm, üzrü sayın. R vursun C. Yorğunum bax. R burada 4'dür. C neçədir bax buradan bura? 21 o da 4. 25. Demək 4 vur 25. O da bərabər 100. 100 də onun kvadratı olduğundan A bərabər olduğundan, yəni X bərabər 10. Və salam. Burada X-ni tapacağıq. Yenə bu düsturdan yenə. A kvadratı bərabər R vur C-ni. Bunu A-la işləyək. A bərabər kökdə R vur C-ni işləyək. C bax bura. 9, 3, 12'dir. Deməli, A'nın yerində X dayanır. R'in yerində 3 dayanır. C'nin də yerində 12 dayanır. Deməli, X bərabər kökətdə R vur C 3 vur 12. Kökətdə 36. Onun da cavabı 6. Burada X'in necə tapaq? X hündürlüyün yerindədir. H-ın. 16 R'in yerindədir. Bu da S'in yerindədir. H bərabər nəyə? Kökətdə R vur S-ə. Yəni X bərabər kökətdə 16 vur 9. Şimdi burada şəkil biraz düz gəlmir. Əslində elə çəkməliydim ki 16 parçası, 16 uzunluğu 16 olan parçası, uzunluğu 9 olan parçadan böyük olsun. Əsas yol düz. 4 vur 3 elədi 12. Vəssalam. Altıncısı da həmin formadadır. X bərabər kökətdə 144 vur 25. Vəssalam, bunu kökdən özünüz çıxardın. Biz keçək nəyə? 5-ciyə. Demək, 5 düzbucaqlı üstbucaqda hipotenuza çəkilən hündürlük hipotenuzu 2 və 8 cm uzunluğunda parçalara ayırır. 90 dərəcə hündürlük. Bura 2, bura 8. Yəni bu R'in yerindədir. Bu da C'nin yerindədir. Hipotenuza çəkilən hündürlüyü tapaq. H nəyə bərabərdir? Kökətdə R vurulsun isə. Bəli, kökətdə 2 vur 8. Düstur var da burada. 16. 16'dan da kökünə çıxır. 4. Əssalam. Cavabı tapdıq. Santimetr. A, B, C şirkətləri üçün mərkəzi yol üzərində yeməkxana tikilməsi və yeməkxanadan C şirkətinə yeni yol çəkilməsi planlaşdırılır. Yeməkxananı A şirkətindən hansı məsafədə yerləşdirmək lazımdır ki, C şirkətində yol ən qısa olsun? Deməli, bura A-dır, bura B-dir, bura C-dir. Aydın məsələdir ki, burada yeməkxana bu D nöqtəsində demək lazımdır ki, yol perpendikular olsun. C-dən A-B şirkətləri arasında ki, yol, mərkəzi yola ən yaxın məsafə çəkilən perpendikulardır. Bizdən buranı istəyir. Burada R yazaq. Bu elə bir A-nın yerindədir. Bu R. Bu da hipotenuzdur. Əvvəl hipotenuzu tapaq. C kvadrat bərabər A kvadrat üstə gəl B kvadrat. 180 kvadrat üstə gəl 240'ın kvadratı. 324 2'den 0 üstə gəl 24'ün kvadratı 576.
O da eləyir 90.000 metr. ...90 kilometre yaza bilərik. Hələ ki saxlayaq. İndi. Axı A kvadratı bərabərdir. R vurulsun C düsturumuz var, düzdürmü? A neçədir? 180. 180'in kvadratı bərabər R vurulsun 90.000. Buradan R bərabər 180'in kvadratı. Bunu elə 180 kvadratını 180 vur 180 yazım, işim rahat olsun da. Bölürəm 90.000'e. 1-0 buradan gitti. 1-0 buradan, 1-0 buradan. 900'den 18 yaparsam ixtisar. Burada 100 kalır, burada 2 kalır. Bir dəqiqə. Üzrü say, yorğunluğa baxın. C bərabər kök altda. Deməli 90.000 300'ün kvadratıdır. C de beraber 300 de axı. Fikrim gedib yorğunluqdan. Deməli 180'in kvadratını bölünsün 300. 1-0 buradan 1-0 18 ilə də 3 aparım qalır 6. 18 vurulsun 6. Cavab oldu nə? 108 metr. Deməli 7-ci çalışmaya baxaq. Yavaş-yavaş bitirək bu səhifəni. Deməli şəkilə görə verilmiş D və H-ı tapın. Bunu necə tapaq? Demək burada D-ni hansı düsturəsiniz? Əvvəl H tapaq. H bərabər elə R var S düsturdur. H kvadrat. H kvadratı bərabər 8 vur 4 onda 5. İndi istəyirsiniz birbaşa kökdə yazın. Bu edir 36. 36 6'nın kvadratı olduğundan H da bərabər olur 6'ya. İndi D-nin yerində. Bax D A-nın yerindədir. O R'in yerindədir. Burada C'dir. 12 tam 15. Bir dəqiqə. Deməli D kvadrat bərabər R vurulsun C. Yəni 8 vur 12 15. 8'də 5 44 yadda. 8 ve 16 4 yadda 20. 8'də 1 8 o da 2 10. Elədi 100. Axırıncı 0 sözsüz yazılmır burada. Deməli D kvadratı 100'də 100 də bilirik ki 10'un kvadratıdır. D də bərabər oldu 10'a. Əssalam, bu da belə. Bax, bu necədir? Yuxarıdakı şəklə baxaq yenə, bax. B-nin yerində 20 dayanır. B-nin yerindədir. Bu S-in yerindədir, bu da R-in yerindədir. Demək, B kvadrat bərabər S vurulsun C. Yəni S vur C bərabər B kvadrat yazaq da. Biraz bunu yuxarı qaldıraq. Bura C'dir, düzdürmü? C də bizə D üstəgəl 9 verir. İndi S-in yerində nə yazacağım? S-in yerində D-dir. C-nin yerində D üstəgəl 9'dur. B kvadratının yerində 20'nin kvadratıdır.
Bunu həll edək. D kvadrat üstə gəl 9D. D-ni həm D-yə vururam, həm 9-a vururam. Bərabər 400-ə D kvadrat üstə gəl 9D çıx. 400 bərabər 0. Bunu ümumiyyətlə həll eləsək, D1 bərabərdir 16, D2 bərabər 25. 16-nı 25'e vuran 400 edir, amma mənfi etməlidir. Toplayanda da mənfi 9 eləməlidir V-yə görə. Elə bir D1 üstə gəl D2 bərabər mənfi 9 verməlidir. Bunu tam bilməyənə geçsin V teoremi təkrarlasın. D1 vur D2 də bərabər üzrü sayın 400 etməlidir. Deməli müsbət 16 mənfi 25. Bizə sözsüz ki burada müsbət lazımdır. Bunu tapdıq. Bu oldu 16. Yəni D bərabər 16. İndi bizdən nə istəyir başqa? Şəkilə bir də baxım. H istəyir. H nəyə bərabərdir? Kökatda R vur S-ə, düzdür? R'in yerində 9 dayanır, S'in yerində də D dayanır. Yəni 25. 25 deyilmə üzrü sayın. 16. Bu 16 da. 9'dan 3 çıxır, 16'dan 4 çıxır, edir 12. Deməli cavabımız H bərabər 12. D bərabərdir 16. Hələlik. Bu qədər. Sağ olun. Allah amanında.